Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində inklüzivliklə bağlı yeni tədris metodlarının tətbiqi bizim universitetdə tədris olunan müxtəlif incəsənət istiqamətləri ilə bağlıdır. Əlbəttə, biz buna çox şadıq və bir neçə ildir ki, biz bu istiqamətdə müəyyən addımlar atmışdıq. Qərara gəldik ki, həssas qrupa aid edilən şəxslərlə incəsənət yönümlü işləsək, daha da effektiv olar. Gördüyümüz bütün bu işlər yeni akademik kursun yaradılmasına təkan verdi. Dərs zamanı biz səmərəli ünsiyyət qaydaları, əlilliyi olan şəxslərə düzgün yanaşma, inklüziv cəmiyyət, art terapiya, təsviri sənətin insan həyatına təsiri və sair bu tipli mövzular üzərində işləmişik. Bununla yanaşı praktik məşğələlər keçirmişik. Belə düşünürəm ki, inklüziv qrupa daxil olan bizim gənclərimiz incəsənətlə bağlı ixtisaslara, bilik və bacarıqlara yiyələndikdən sonra bu onların gələcək həyatında müsbət rol oynayacaq və onlar təkcə peşəkar kimi deyil, həm də gündəlik həyatlarında onların inkişafı üçün, gələcək həyatları üçün bu çox faydalı olacaq. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əməkdaşlıq etdiyimiz əsas müəssisələrdən biridir. Ona görə ki, ölkəmizdə həssas qrupa aid edilən şəxslərlə incəsənətin tədris edilməsi sahəsində bu mərkəz öz sözünü deyib. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzimiz 2021-ci ildən fəaliyyət göstərir. Mərkəzimiz vitse-prezidentimiz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Hazırda mərkəzimizdə 14 fərqli təlim və subtəlim istiqamətləri üzrə həssas əhali qrupuna olan şəxslərə təlimlər keçirilir. Bu həssas əhali qrupuna əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum uşaqlar, aztəminatlı ailələr, şəhid ailə üzvləri və müharibə ilə bağlı əlillik qazanmış şəxslər və onların övladları aiddir. Bu təlim sahələrindən biri də təsvir incəsənət təlim sahəmizdir ki, hansında ki, həmçinin də vitraj təlimləri də keçirilir. Təsviri incəsənətə gələn bizim həssas qrupun tələbələri, beyinçikarlarımız, onları biraz biz çalışırıq ki, inansınlar və etibar eləsinlər bizə gələndə. Daha sonra onlar bizə inandıqdan sonra özlərinə inanırlar. Daha sonra isə onlar içərilərində olduğu onların potensialını kəşf edirlər. Biz çalışırıq ki, onların maraqlarına uyğun əsərlər seçək, daha çox o istiqamətdə gedək, onlar üçün maraqlı olsun və onlar işlədikcə o əsərləri xoşbəxt olsunlar. Kursumuz praktik yönümlü olduğu üçün tələbələrimiz əməkdaşlıq etdiyimiz müəssisələrə səfər edərək, orada həssas qruplara aid edilən şəxslərlə birbaşa ünsiyyətdə olmaq imkanı əldə ediblər. Bu müəssisələrdən birincisi Down sindromlu şəxslərin reabilitasiya mərkəzidir. Hansı ki, biz tələbələrlə bu mərkəzdə olduq, mərkəzin fəaliyyəti ilə tanış olduq və tələbələrimiz uşaqlarla ünsiyyətdə olmaq imkanı əldə etdilər.
Sənət hər kəsin həyatını rəngləndirir. Ələxüsusda əlilliyi olan şəxslərin və Down sindromlu şəxslərin. Down sindromlu şəxslər bəzən öz nitqlərini, bəzən fikirlərini, duyğularını bizə daha rahat çatdıra bilmirlər. Və burada biz onlardan sənətdən istifadə edərək, rəsm üzərindən onların fikirlərini, düşündüklərini, duyğularını daha rahat şəkildə bizə çatdırırlar. Balaca pişik oyuncaq gəzir, balaca pişik oyuncaq gəzir, evin içində quyruğu nəzir. Salam, mənim adım, yox, mənim adım. Mənim adım İlahə, soyadım İmanova. Mən Down mərkəzində çalışıram. Mələklərlə deyim ki, çalışıram. Hətta onlarla işləməyə başlayandan, necə deyim, bizi kimi insanlardan daha da uzaqlaşmağa başlamışam. Çünki onların ürəkləri izah eləyəcək qədər mümkün deyil. Onlar çox gözəl, çox sevgi dolu bir uşaqlardır. Biz burada həm boyalarla, həm karandaşlarla, həm plastilinlə və digər vasitələrlə onların fikrini daha aydın başa düşməyə çalışırıq. Bu proses təbii ki, onların kiçik motorikasını inkişaf elətdirir, onların beynində olan hüceyrələri inkişaf elətdirir, onların duyğularını daha rahat şəkildə bizə ifadə eləməsini və nitqinin az da olsa inkişaf elətdirməsinə kömək edir. Məncə sənət təkcə gözəl bir şey yaratmaq deyil, həm də insanların bu dünyadakı hər hansı bir yerini tapmağa kömək etməkdir. Ələxüsusda bu əlilliyi olan bir şəxsdirsə. Yenə də sözümün ən əsası sevmək, daha diqqətli olmaqdır. Sağ olun. Əməkdaşlıq etdiyimiz mərkəzlərlə olan körpü bizə şərait yaratdı ki, tələbələr əlilliyi olan uşaqlarla praktiki olaraq təmasda olsunlar. Növbəti əməkdaşlıq etdiyimiz mərkəz ABA Klinik Psixologiya Mərkəzidir. Bir qism tələbəmiz bu mərkəzdə oldular, autizm sindromu ilə bağlı təlimdə iştirak elədilər. Bunun ardınca isə autizm sindromu olan uşaqlarla silsilə şəkildə görüşərək təsviri incəsənət fəaliyyətlərini icra etdilər. Birgə və Sağlam İctimai Birliyinin nəzdində olan Autizm Mərkəzində digər qism tələbələrimiz praktika keçdilər. Praktika çərçivəsində tələbələrimiz silsilə şəkildə autizm sindromu olan şəxslərlə, uşaqlarla təsviri sənət, incəsənət yönümlü texnikalar işlədilər. Əlilliyin olub-olmamasından asılı olmayaraq İncəsənət hər kəsin həyatına rəng qatır. İnklüzivlik İncəsənətdir. Müxtəlif istiqamətlər üzrə biz bunu tətbiq etməyi düşünürük və əsas başladığımız istiqamətdə rəssamlıq və musiqi sənətidir. Ümid edirəm ki,
bu ilk addımlarımız gələcəkdə bu sahənin universitetimizdə tədris olunan əksər ixtisaslara tətbiq olunması ilə nəticələnəcək.